Salam əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən soba listində böyük ölçülü biskvitin hazırlamasını sizinlə bölüşürəm. Video əgər maraqlıdırsa, gəlin keçək hazırlama qaydasına. Biskviti hazırlamaq üçün 7 ədəd ağlı sarılı yumurtanın üzərinə 1 çimdik duz əlavə edib, mikserlə yaxşıca yumurtalar ağarana qədər qarışdırıram. Yumurtalar videoda da gördüyünüz kimi bu cür ağardıktan sonra üzərinə bir bağlama vanilin əlavə edib yenidən qarışdırmağa davam edirəm. Biraz qarışdırdıktan sonra 1 stəkan şəkər tozunu az-az hissə-hissə əlavə edərək mikserlə qarışdırıram. Qeyd edim ki, mütləq şəkər tozunu hissə-hissə əlavə etmək lazımdır. Birdən əlavə etmək olmaz. Bu cür etdikdə biskvitimiz çox gözəl, havalı bir biskvit alınır. Biskvitin yaxşı alınmasını istəyirsinizsə, mütləq qaydalara riayət etmək lazımdır. Biskvit hazırlayacağımız qab mütləq təmiz, quru olmalıdır. Ərzaqlar hamısı eyni temperaturda olmalıdır. Düzgün hazırladıqda biskvitimiz də çox gözəl alınır, bişdikdən sonra da köpüğü yatmır. Baxın, videoda da gördüyünüz kimi şəkərlə yumurtaların qarışımı bu cür olmalıdır. Təxminən bir 15 dəqiqə mikserlə qarışdırmaq lazımdır. Hələlik bu qarışımı kənara qoyuram və keçirəm quru ərzaqları qarışdırmağa. 1 stəkan unu qaba əlavə edirəm. Ardından 2 yemək qaşığı da dolusu un əlavə edirəm və 1 çay qaşığı qabartma tozu. Bunları birgə yaxşıca qarışdırıb, ələkdən ələyərək az-az qarışımın üzərinə əlavə edirəm. Burada da bu işi asta-asta görmək lazımdır. Aşağıdan yuxarı mikserin çubuqları ilə qarışdırıram. Az-az ondan ələyərək yaxşıca qarışdırıb həll edirəm. Bu arada əziz izləyicilər, kanalımıza hələ də abunə deyilsinizsə abunə olub, videolarımı bəyənib, yaxınlarınızla paylaşmağı, bildirişləri aktiv etməyi unutmayın. Sizin dəstəyiniz kanalımızın böyüməsi üçün çox vacibdir. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Onun hamısını xəmirə əlavə edib qarışdırdım. Gördüyünüz kimi xəmir bu qatlıqda olmalıdır. Hazır olan xəmiri yağlı kağız sərilmiş soba listinə əlavə edirəm. Xəmiri bu cür listin hər tərəfinə yayıram ki, biskvit yaxşı üzəri düz alınsın. İndi isə stolun üzərinə bu cür 1-2 dəfə çırpıram ki, içərisindəki havası çıxsın. Və əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada üzəri bu cür qızarana qədər biskviti bişirirəm. Və biskvit tam soyduqdan sonra listdən çıxardıram. Gördüyünüz kimi biskvit çox gözəl alınıb, üzəri də çox gözəl qızarıb, içərisi də indi görəcəksiniz çox gözəl alınıb. Bu cür elə bir biskvitlə də çox gözəl tort hazırlamaq olar. Əgər biraz da hündür olmağını istəyirsinizsə tortun, 2 ədəd bu biskvitdən hazırlayıb, böyük ölçülü, hündür bir tort hazırlaya bilərsiniz. Mütləq bu üsulla hazırlayın, inanın ki, çox dadlı bir biskvit alınır. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənib, rəylərdə öz gözəl fikirlərinizi yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.